Ölkənin hər yerində zəhmətkeş fermerlər min bir əzəblə əkib becərdikləri məhsulu ölkə bazarlarına çıxararaq yerli bazarlarda məhsul bolluğu yaratmağa çalışırlar. Belə fermerlərdən biri də Göyçaylı təcrübəli fermer Ərəstun Kərimovdur. Fermer 40 ilə yaxındır ki, kənd təsərrüfatının bir neçə istiqamətində fəaliyyət göstərərək xeyli uğurlar qazanıb. Belə ki, o əsasən intensiv bağların salınmasında, taxıl və yonca sahələrinin əkilməsində xeyli texnoloji yeniliklərə imza atıb. 65 yaş olmasına baxmayaraq, bugün də əvvəlki kimi özünü gümrah hiss edir və torpaqsız yaşaya bilmərəm deyir. Fermer deyir ki, indiki gənclər kənd təsərrüfatı işlərində maraqlı deyirlər. Onlar daha çox şəhər həyatında yaşamağa və işləməyə üstünlük verirlər. Halbuki kənd təsərrüfatı sahəsində kifayət qədər iş var. Ərəstun bəy hər gün səhər tezdən əkib becərdiyi sahələrə baş çəkir və agrotexniki qulluq edir. Çəkilişimiz zamanı da əkib becərdikləri sahələr barədə bizə də geniş məlumat verdi. Bizim Göyçay torpağında əsas məşğul olduğumuz xurma, Naxçıvan göyçəsi, gilas, yonca və taxıl sahələri ilə məşğuluq. Belə ki, alça sahəsində yüksək nailiyyətlər əldə eləmişik. Daxili bazarda məhsulun qıtlığın aradan qaldırılması üçün zəmin şərait yaratmışıq. Artıq yonca sahəsində ikinci çalıma hazırlaşırıq. Belə ki, yüksək məhsul gözlərik həmin yonca sahələrindən. Bundan əlavə taxılçılıqda 20 hektar sahədə taxıl əkmişik. Həmin sahədə də bol məhsul yetişdirmək üçün gecə-gündüz çalışmışıq. Çalışırıq ki, Respublika ərazisində taxıl bitkilərinə məhsuldarlığın artırmaq nəticəsində ölkədə qıtlığın qarşısını alaq. Alça bağlarından yüksək məhsul əldə eləmişik, gilasdan yüksək məhsul əldə eləmişik, xurmadan gözləyirik payızda, nardan gözləyirik və artıq 2-3 gündən sonra hazırlaşırıq ki, taxılı biçib yığışdıraq. Qeyd edək ki, fermer gələcəkdə də əkib becərdikləri sahələri, eləcə də intensiv meyvə bağlarının sahəsini genişləndirmək, eləcə də yerli bazarlarda məhsul bolluğu yaratmağı düşünür. Agil Əsədov, Nilüfer Qəhrəmanova, Göyçay.